Hər bir xanım ildə bir dəfə mütləq ginekoloqun müayinəsində olmalıdır. Özünüzü yaxşı hiss edirsiniz deyə hər şeyin qaydasında olduğunu düşünməyin. Təəssüf ki, qadınlar yalnız problemi hiss etdikdə ginekoloqa müraciət edir. Halbuki qadın sağlamlığında bir çox xəstəlik uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. İldə ən azı bir dəfə profilaktik ginekoloji müayinə sadəcə yoxlanış deyil, bu gələcək sağlamlığınıza qoyulan ən vacib yatırımdır. Ginekoloji müayinə zamanı həkim heç bir şikayət olmasa belə erkən dəyişiklikləri aşkar edə bilər. Bu xüsusilə uşaqlıq boynu xəstəlikləri, infeksiyalar, hormonal pozğunluqlar və digər problemlərin vaxtında müayinə olunması üçün böyük əhəmiyyətlidir. Yəni siz özünüzü tam sağlam hiss etsəniz belə bədəninizdə gedən dəyişikliklərdən xəbərsiz ola bilərsiniz. Odur ki, profilaktik müayinə xəstəliklərin erkən aşkarlanmasına imkan yaradır. Müalicəni daha sadə və effektiv edir, reproduktiv sağlamlığı qoruyur və ən əsası gələcəkdə yarana biləcək risklər azaldır.